Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Əziz müəllimlər, bugünkü mövzumuz əl ilə yerinə yetirilən tikiş əməliyyatlarıdır. Bugünkü mövzudan biz öyrənəcəyik ki, hansı tikiş əməliyyatları əl ilə yerinə yetirilir. Məmulatların çox hissəsi çəpinə, düz və xaçvari tikişlə tikilir. Deməli, çəpinə, düz və xaçvari. Yəni, görünüş bu formada. Bəs hansı hissələrdir? Məmulatın çox hissəsi deyərkən, ətəyin, şalvarın, paltarın aşağı kənarları, qolun ağzı və s. Bunlar hansı ki, çəpinə, düz və xaçvari tikişlə tikilir, bunlar parçanın üst tərəfindən görünmür. Və buna görə də buna gizli bastırma tikişi deyilir. Deməli, niyə gizli bastırma tikişi deyilirmiş? Çünki parçanın üst tərəfindən görünmür. Bizə nə lazımdır? Bizə iynə lazımdır, bizə sap lazımdır. İynə necə iynə olmalıdır? Nazik, qısa iynə olmalıdır. Sap necə olmalıdır? Parçanın rənginə uyğun. Parçanın rənginə uyğun və yaxud da ki, parçadan biraz tünd rəngdə olmalıdır. İş zamanı sapı biz tarım çəkməməliyik. Əgər tarım çəkərsək, parça dartılacaq, yığılacaq və gözəl görünməyəcək. Bastırma tikişi parçanın üst tərəfindən görünməyən, detalların aşağı kəsiklərinin qatlanmış kənarlarını birləşdirən gizli tikişdir. Deməli, bastırma tikişi bastırırıq da, kənarlarını bastırırıq. Baxın, bu parçadır. Hansı ki, üst tərəfindən görünmür. Bax, bu parçanın arxa tərəfidir. Bu da parçanın üst tərəfidir. Baxın, biz elə bil ki, emal payını qatlamışıq. Üst tərəfdən görünmür, amma arxa tərəfdən hansı ki, aşağı kəsikləri, bax, aşağı kəsik burada, aşağı kəsikləri qatlanıb və gizli tikişlə tikilib. Əvvəlcə detalın kənarlarını qatlamağa hazırlamaq lazımdır. Bəli, əvvəlcə nə edirik? Detalın kənarlarını qatlamağa hazırlamalıyıq. Onun üçün də nə etməliyik? Parçanın emal payını tərs üzünə qatlayıb, bax, tərs üzü burada, tərs üzünə qatlayıb, kökləyirik. Kökləmə necə aparılır? Baxın, bu formada. Hansı ki, işarələdiyimiz xətt üzrə, nişanladığımız xətt üzrə kökləmə aparırıq. Rahat olsun deyə bəzən kəsik qabaqcadan nişanlayırıq və sonra nə ilə eləyirik? Sancaqlarla. Sancaqlarla da eləyə bilirik və yaxud da ki, ölçü də götürə bilirik ki, məsələn, biz 1 sm buradan qatlamalıyıq, hansı ki, aşağı kəsiyini. Əgər parça nazikdirsə, sapı çox tökülürsə, onda biz bunu 2 dəfə qatlayacağıq. Bax, bir belə qatlamışıq, bu bir. Bu qatladığımızı bir də qatlayacağıq. 2 dəfə. Sonra qat yerini tərs üzündən ütülüyürük. Kənarlarını bastırma tikişi ilə bastırmağa başlayırıq. Hansı ki, köklədiyimiz hissəni ütülüyürük. Sonra bastırma tikişi ilə bastırırıq. Məmulatın kənarlarının qatlanması zamanı məmulatı masanın üzərinə yaxşıca səliqə ilə səririk ki, aşağı kənarları qatlamaq bizim üçün rahat olsun. Düz tikişli qatlamadan həm bağlı kəsik, həm də nişanlanmış kəsik ilə qatlamada istifadə olunur. Düz tikişli qatlama bağlı kəsikdə də, nişanlanmış kəsik ilə də istifadə olunur. Tikiş məmulatını və qat kəsiyinin arasından keçdiyinə görə qatın kənarını yüngülvari çevirmək lazımdır. Tikiş sağdan sola keçirilir. Bu zaman sap qat xəttinin 0,2-0,3 cm məsafəsindən keçir, içəri bükülmüş hissələrin
0,5 sm daxilindən keçərək parçanın üz tərəfinə çıxır. Sap parçanın üzərində görünməməlidir. Bu səbəbdən parçanın üz hissəsinə çıxarkən qalınlığının yarısına bərabər 1-2 sap götürərək yenidən 0,5 sm olmaqla qat kəsiyinə qatlama tikişi ilə bərkidilməlidir. Gəlin bunu lori dildə izah edin müəllimlər. Deməli, tikiş, bax bu hansı ki sapla tikirikdə bu tikiş həm məmulatın, bax məmulat buradır, həm də ki qat kəsiyinin, bax qatlamışıq onu, bunun kəsik hissəsi burada qat kəsiyinin arasından keçdiyinə görə dedik, yüngülvari çevirməyə lazımdır. Deməli, məmulat və kəsik arasındakı məsafə nə qədər olmalıdır? 0,2-0,3 sm olmalıdır. 0,2-0,3 sm. İynəni sağdan sola keçiririk. Baxın, sağdan hansı ki qatlamanın içindən, bax bu qatladığımız yerin daxilindən keçirik ki, düyün qatlamanın daxilində qalsın. Sonra qatlamanın daxilindən keçirdik. Daha sonra məmulatın, bax məmulat buraydı, məmulatın, məsələn, şalvarın balağıdır deyək ki, ətək hissəsidir. Məmulatın özündən, yəni materialın özündən 1-2 sap götürdük, sapı çıxartdıq məmulatın üz hissəsinə. Sonra qatlanmış kəsikdən 0,5 sm iynəni salmaqla çıxartdıq parçanın üz hissəsinə. Yenə 1-2 sap iynəni batırırıq, 1-2 sap götürürük, yenə çıxırıq üz hissəsinə. Yenə 0,5, yenə 1-2 sap, yenə 0,5, yenə 1-2 sap. Sağdan sola istiqamətə nə edirik? Tikərək bastırma tikişini, düz tikişli qatlamanı icra edirik. Bax bu, hansı ki bu qədər yazı bundan ibarətdir. Məmulatla qat arasında 0,2-0,3 sm olur. Hansı ki parçanın qat hissəsində 0,5 sm daxilə batırılır və parçanın üzünə çıxır. 1-2 sapda məmulatın özündən hansı ki iynəni batırırıq, yenə parçanın üz hissəsinə çıxır. Yəni bu formada biz nə edirik? Bərkitdik. Elə eləməliyik ki, sap hansı ki bu məmulatın üz hissəsində, üzərində görünməməlidir. Gəlin çəpinə tikişlə qatlamaya baxaq. Çəpinə tikişlə kəsiyi sökülən nazik qatlanmış kənarı bağlı kəsikli bastırma tikişi ilə bərkidirlər. Bağlı kəsikli bastırma tikişi ilə bərkidirlər. Tikiş iynənin sağdan sola hərəkəti ilə tikilir. Eyni ilə düz tikişdəki kimi sağdan sola hərəkəti ilə. İynəni qatlanmış kəsikdən 0,1 sm məsafədə parçaya keçirirlər. Bu zaman iynəni qatlanan hissədən tam, əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. Tikişin uzunluğu 0,3-0,5 sm olur. Sonra sapı dartıb birinci tikişdən 0,2-0,3 sm aralı olmaq şərti ilə ikinci tikişi yerinə yetirirlər. Gəlin buna da baxaq. Dedik ki, sağdan sola, yəni bu istiqamətdə nə edirik? Biz tikiş aparırıq. Kənarı bağlı kəsi ilə bastırma tikişini bərkidirik. Kənarı bağlı. Hansı ki, sökülən nazik qatlanmış kənarı nə edirik? Bağlı kəsi ilə bastırma tikişi ilə apardıq. İynəni sağdan sola hərəkət etdirdik. İynəni qatlanmış kəsikdən hansı ki 0,1 sm məsafədə parçaya keçiririk. İynə qatlanan hissə buradır. Qatlanan hissədə tam,
Bax, tam parçanın üstündən keçirilir. Parçanın üstündən. Amma əsas hissə isə qalınlığın yarısına bərabərdir. Qalınlığı yenə də 1-2 sap belə götürürük. Qalınlığın yarısına qədər keçiririk. Tikişin uzunluğu 0,3-0,5 cm olur. Baxın, buradakı tikişin uzunluğu 0,3-0,5 cm olur. Sonra sapı dartıb, birinci tikişdən 0,2-0,3 cm bax, aralı olmaqla ikinci tikişi yerinə yetiririk. Deməli, düz tikişdə, baxın, qatın daxilindən keçirdi. Amma burada isə qatın özündən keçir, daxilindən keçmir. Gəldik xaçvari tikişə. Xaçvari tikişlə qatlama bu üsulla qalın parçalardan hazırlanan məmulatların qatlanan kənarlarını bastırırlar. Qalın parçalardan hazırlanan məmulatın qatlanan kənarlarını. Bu tikişi əvvəlcədən kökləmək lazım deyil. Bəli, digərlərini kökləmək lazım idi, amma bunu kökləmək lazım deyil. Çünki xaçvari tikişi yerinə yetirərkən eyni zamanda kənarlarını qatlayıb tikmək olur. Xaçvari tikiş iynənin soldan sağa, bayaqçı, hansı ki çəpi nə idi, düz idi, bunlar sağdan sola idi. Amma bu isə soldan sağa tikişlə alınır. İynəni qatlanan hissədən, bax, qatlanan hissə hansıdır? Burada. Qatlanan hissədən tam 0,1-0,2 cm məsafə arası, əsas hissədən isə qalınlığının yarısına qədər keçirirlər. Yenə də 1-2 sap. Qalınlığın yarısına qədər. Buradan 1-2 cm, 0,1-0,2 cm məsafə arası. Amma əsas hissədə isə qalınlığın yarısına qədər. Deməli, bunu necə eləyirik? İynəni salmışıq. Gəldik, buradan 1-2 sap götürdük. Baxın, bu formada. Yenidən qayıtdıq belə. Sap götürdük, yenə qayıtdıq belə. Sap götürdük, yenə bu formada. Sap götürdük, yenə belə bu formada. Xaçvari tikişlər həyata keçirdik. Deməli, bu zaman parçanın, bunu oxumadım. İynənin sağdan sola doğru qatlanan və əsas hissələrə növbə ilə keçirirlər. Bu zaman parçanın sökülmə dərəcəsindən asılı olaraq iynənin hissənin kəsiyindən 0,3-0,5 cm aralı keçirirlər. Baxın, 0,3-0,5 cm aralı keçirirlər. Deməli, məmulatla qatlanan hissə arasında məsafə nə qədərdir? 0,2-0,1 cm-dir. İynəni soldan sağa keçirirlər. Kökləmək lazım deyil. Kənarları qatlayıb, sonradan da tikmək olur. Belə. Bu da çətin deyil. Köbənin biçilməsi. Öyrənmək lazım gələn növbəti əl ilə yerinə yetirilən tikiş əməliyyatı köbənin biçilməsidir. Köbə ilə parça hissəsidir ki, ondan detal kəsiyinin emal zamanı istifadə olunur. Kəsiyinin emalı zamanı. Köbə eninə və yaxud çəpinə istiqamətdə. Düz köbə 45 dərəcə bucaq altında biçilə bilir. Deməli, düz köbə və çəpəki köbə. Eninə və yaxud çəpinə istiqamətdə. Eninə yaxud çəpinə düz köbədir. 45 dərəcə bucaq altında biçilə bilən isə çəpəki köbədir. Düz köbəni biçmək üçün parçanın en kəsiyindəki əyriliyi
çıxarmaq lazımdır. Düz çöbədə əyriliyi çıxarmaqla en kəsiyindəki əyriliyi çıxarmaq lazımdır. Parçanı mümkün olduğu qədər düz kəsməyə lazımdır. Bəli, düz kəsməyə lazımdır. Parçanı qatlayıb en kəsiyi istiqamətində parçanın kənarını ən yaxın yerdən bir saf çıxarmaq lazımdır. Bunu 5-ci sinifdən də bilirik. Bir saf çıxarırıq düzgün kəsim aparmaq üçün. Bundan sonra çıxarılmış safın izi ilə diqqətlə əyri kənarı kəsib çıxarmaq lazımdır. En kəsiyindən çöbənin uzunluğunu müəyyənləşdirib, xətt boyu çöbəni qeyd etmək lazımdır. Baxın, xəttkeşlə çöbənin uzunluğunu müəyyənləşdiririk. Xətt boyu çöbəni qeyd edirik. Parçanı qeyd olunmuş xətt boyunca kəsmək lazımdır. Çəpəki çöbənin bitirməsi üçün parçanı elə qatlamaq lazımdır ki, onun kənar haşiyələri və en kəsiyi düz bucaq altında olsun. O zaman parçanın qatı 45 dərəcə bucaq altından keçəcək. Parçanı bir qat qatlayıb, qat yerindən kəsmək lazımdır. Bir qat qatlayıb, qat yerindən kəsmək lazımdır. Əvvəlcədən qat yerini kökləmək və ya təbaşir ilə, yəni sabunla, karandaşla nişanlamaq olar. Tünd rəngli parçadırsa, təbaşirlə, açıq rəngli parçadırsa, karandaşla nişanlayırıq. Çöbəni müəyyən edib, kəsikdən xətt çəkmək, parçanı xətt boyunca kəsmək lazımdır. Parçanın kənarı da parçanın qatıdır, hansı ki qatlanıb parça. Əgər iş zamanı uzun çöbəyə ehtiyac olarsa, o zaman 2 və daha artıq qısa çöbəni tikmək lazım gələcək. Çöbələrin tikilməsi, hansı ki dedik 2 qısa çöbəni bir-birinə tikirik. 2 çöbəni kəsikləri yerləşdirməklə düz bucaq altında, baxın bu formada, düz bucaq altında üz-üzə qoyub uzunluğu 0,3-0,5 sm olmaqla en kəsiyi boyu tikmək, emal paylarını ütüləyib, qırağa çıxan kənarları kəsməyə lazımdır. Deməli, 2 çöbəni düz bucaq altında üz-üzə qoyuruq. Uzunluğu 0,3-0,5 sm olmaqla en kəsiyi boyu tikirik, emal payını ütüləyib, qırağa çıxan kənarları kəsirik. İynə ilə işlədikdə təhlükəsizlik qaydaları. İynələri təyin olunmuş yerdə, xüsusi qutuda, kiçik yastıqda və s. saxlayın. Onları iş yerində qoymayın. Heç bir halda iynəni ağzınıza almayın, geyiminizə taxmayın. İynəni məmulatda saxlamayın. Tikiş zamanı oymaqdan istifadə edin. Qırılmış iynə hissələrini yığaraq kağıza bükün və atın. Qırılmış hissələri. İşlək iynəni həmişə sapa keçirilmiş vəziyyətdə saxlayın. Bu da bizim hansı ki əl ilə yerinə yetirilən tikişlər idi.